2025-2026 tədris ili sona çatdı və bu ildən etibarən 2026-2027 tədris ili üçün YouTube kanalımız üçün videolar çəkməyə başlayırıq və ilk videomuz dərsliyin ilk mövzusu olan fonetika bölməsi olacaq. Fonetika bölməsini bildiyiniz kimi iki hissədən ibarətdir. Buradakı fani hissəsi səs, tika hissəsi isə elm deməkdir. Yəni, səs haqqında bir elmdən söhbət açılır fonetika bölməsində və dilçiliyin ən aşağı, ən təməl bölməsidir və ilk başlanğıcımız, ilk addımımız məhz fonetika bölməsi ilə olur. Fonetika bölməsində səs haqqında elm olduğu üçün səslər barəsində danışacağıq, amma bilirik ki, səslər hədsiz sayda çoxdur. Qapı səsindən tutmuş, maşının siqnal səsi, ağacın kəsilmə səsinə qədər dünyada müxtəlif səslər var. Fonetikada isə məhz danışıq səslərindən öyrənirik. Danışıq səsləri də danışıq üzvləri vasitəsilə yaranır və bu formada keçirik. Və diqqət yetirsinizsə, səsləri mən deyirəm və siz eşidirsiniz. Yəni, səslər deyilir və eşidilir. Lövhədə gördükləriniz isə səs deyil. Lövhədə gördükləriniz hərflərdir. Hərfləri də mən yazıram və görürük. Bəs səsi hərflə necə ifadə edirik? Yəni, biz səsi lövhədə necə göstərə bilərik? Dəftərimizdə səsi necə göstərə bilərik? Bunun hər yolu üçün transkripsiyadan istifadə olunur. Əgər transkripsiya deyə bilmirsinizsə, böyük mötərizə edirsəniz, eyni məna, eyni qapıya gəlib çıxır, problem yoxdur. Və səslər yaranma yerinə görə iki yerə bölünür. Bəzi səslərimiz var ki, maneəli şəkildə tələffüz olunur, bəziləri isə maneəsiz şəkildə tələffüz olunur və maneəsiz tələffüz olunan səslərə sait səslər, maneəli tələffüz olunan səslərə isə samit səslər adlandırmışıq və öz blok imtahanlarında, qəbul imtahanlarında və həmçinin 9-11 buraxılış imtahanlarında saitləri olduğu qədər asan formada salmırlar. Yəni, qalın saiti, incə saiti, tapın tipli testlərimiz yoxdur. Yəni, mütləq şəkildə siz saitin növləri olan qalın, incə, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan saitləri bilməlisiniz ki, bu videoya başlaya biləsiniz. Yox, əgər həmin hissələrdə də bir çətinliyiniz varsa, gedin, kitabı qoyun qarşınıza, həmin hissəni öyrənin və daha sonra videolara, izahlara baxmağa çalışın. Çünki ən təməl bilik məhz onlardır. Ona görə də bu videoda onlardan danışmayacağım və testdə nələrdən düşə bilər, onlar barəsində danışacağım. Misal üçün, testdə düşə bilər ki, qalın, yazım lövhəyə, birinci tapın, ondan sonra. Qalın, açıq və dodaqlanan sahib. Deyir ki, aşağıdakı testdə qalın, açıq və dodaqlanan saiti tapın. Biz nə etməliyik? Qalın saitlərimiz hansılardır? A, Ö, O, U-dur. Açıq saitlərimiz hansılardır? A, E, Ə, O, Ö-dür. Dodaqlanan saitlərimiz hansılardır? O, Ö, U, Ü-dür. Bu formada yazılır. İndi bizdən qalın, açıq və dodaqlanan kateqoriyasına aid olan bir saiti istəyir. Və nəzər salırıq ki, burada söhbət O səsindən gedir. O qalındır, o açıqdır və o dodaqlanandır. Və bu formada davam edir. Və bir sait səsin 3 fərqli xüsusiyyətləri var. A səsi A qalındır, A açıqdır, A dodaqlanmayandır. Tipli formaları vardır. Və yeganə E və Ə səslərdir ki, bütün xarakteri xüsusiyyətləri eynidir. Yəni, istər E və istər Ə səsləri hər ikisi incədir. Hər ikisi açıqdır və hər ikisi dodaqlanmayan. Yəni, testdə meşə sözünü görsəniz və testdə düşsə ki, meşə sözündəki saitlərin bütün xarakteri xüsusiyyətləri eynidir, bu zaman doğru cavab kimi götürəcəksiniz. Çünki həqiqətən də meşə sözündəki bütün xarakteri xüsusiyyətlər eyni hesab olunacaqdır. Və Azərbaycan dilində 9 saitin 9-unda da uzanma yoxdur. 7-sində uzanma var, 2 sait səsdə isə uzanma öz əksini tapmır. Niyə tapmır? Ona görə ki, bəzi səslərimiz var ki, uzun tələffüzə elə də müsait deyil. Dilimiz, nitqimiz, bədən üzvümüz bunu deməyə imkanı çatmır. A səsini istədiyimiz qədər səsləndirə bildiyimiz halda I səsini və Ü səsini tələffüz edə bilmərik. Bunun istisnaları da var. Üfüqi sözüdür, cüzi sözləri var ki, bunlarda istisna sözlərimizdir ki, var. Amma istisnalara görə vahid bir qərar deyə bilmərik ki, bunlar həqiqətən uzun tələffüz olunur. Xeyr, elə bir şey yoxdur. Bu iki səsdə uzun tələffüz olmayacaq. Yerdə qalan digər sait səslərdə isə uzanma var və uzanma sözün istənilən yerində ola bilər. Yəni, istər sözün əvvəlində, sözün ortasında, istərsə də sözün lap sonunda belə uzanma hadisəsi mümkündür. Və saitlər qoşalaşa da bilərlər və qoşalaşdığı halda eyni cinsli saitlər də qoşalaşa bilər. Müxtəlif cinsli saitlər də qoşalaşa bilər. Misal üçün, eyni cinsli saitlərimizin sayı 4 dənədir. Qoşa A, qoşa Ə, qoşa İ,
və qoşa o səslərdir. Bunların xarakteri xüsusiyyəti ondan ibarətdir ki, ilk səs olduğu kimi qalır hər birində. Digərində isə uzanma hadisəsi baş verəcək. Və bu dəyişilməz bir qaydadır. Eyni cinsli saitlərin qaydasında 4 sait burada öz əksini tapır. Sadəcə sonuncu o səsində bir A səsi də əlavə verə bilər. İndi onun barədə də sizə məlumat verəcəm. Amma diqqət yetirin nəyə? Harada qoşa AA səsini görürsünüzsə, %100 bu demək deyil ki, burada mütləq şəkildə uzun A tələffüz olunan səslər var. Bu, sadə sözlər üçün keçərlidir. Əgər mürəkkəb söz çıxsa qarşımıza, misal üçün testdə düşüb ambanın sözü, bu videodan da yadında qalıb ki, harada qoşa A-vası uzun A kimi tələffüz olunacaq, amma əsla belə deyil. Ambanın sözündə uzun tələffüz yoxdur və söz necə varsa, elə də tələffüz olunacaqdır. Yəni, özünüzü çaşdırmayın, öz tələffüzünüzlə də tapa bilərsiniz bu kimi xüsusiyyətləri, amma mürəkkəb sözlərin içərisində bu hal baş verir. Sadə sözlərin içərisində olur və bu qoşalıq heç vaxt sözün əvvəlində gələ bilməz. Ya sözün ortasında gəlməlidir, ya da ki, sözün sonunda gəlməlidir ki, biz bu halına qarşılaşaq. İndi bunlar nə oldu? Yadımıza salaq, bunlar eyni cinsli saitlərin tələffüzü oldu və Azərbaycan dilində 4 dənə sait var ki, eyni cinsli saitlərdir və eyni sözün içərisində ola bilər. Saat sözünün nümunə göstərə bilərəm, təbii sözünün nümunə göstərə bilərəm, mətbəə sözünün nümunə göstərə bilərəm ki, oradakı sondakı hərflər, ortadakı hərflər uzun tələffüz olunur. Yaxşı, bəs o məsələsini necə aydınlaşdıraq və necə sadələşdirək ki, testlərdə qarşınıza çıxsa çətinlik çəkməyəsiniz. Bunun da sadə bir yolu var, qeyd edeyim. Əgər qarşısında Z hərfi varsa, uzun O, qarşısında K hərfi varsa, A kimi tələffüz olunacaq. Zaten zo sözünü görünürsə, bilin ki, orada o uzun tələffüz olunur. Yaxud da kooperasiya sözünü görünürsə, bilin ki, o kooperasiya formasında tələffüz olunacaq və oradakı A uzun tələffüz olunmayacaq. Bununla da eyni-cinsli saitlər məsələsini yekunlaşdırırıq. Keçirik bunun tam əksi olan müxtəlif cinsli saitlər məsələsinə. Müxtəlif cinsli saitlər məsələsini indiki dövrümüzdə çox sadələşdiriblər. Elə də çətin bir bölməsi yoxdur, amma yenə də nəzəri olaraq bunları bir 4 kateqoriyaya bölək. 4-cüdən başlayıb yuxarıya doğru gələk. Ən asanlığı 4-cü olan xanadadır. Bu mürəkkəb tipli sözlərin içərisində olur və biz bilirik ki, xala və oğlu sözü mürəkkəb sözün birləşməsi nəticəsində yaranır və xala-oğlu sözündəki, xala sözündəki A düşəcək, kəmiyyət fərqi yaradacaq və bu söz olacaq xala-oğlu formasında. Bacı-oğlu olacaq, bacı-oğlu formasında olacaq və bu sözdə müxtəlif cinsli samitlərin tələffüzü. Yəni, xala-oğlu görsəniz, bilin ki, burada heç bir problem yoxdur və bu sözün yazılışı belədir. Buradakı A və O səsləri müxtəlif cinsli saitlərin birləşməsidir və bu 4-cü xanaya aiddir. Keçək 3-cü xanaya. 3-cü xanada bizi nə qarşılayır? 3-cü xanada bizi qarşılasın A-ə hərf birləşməsi. Markerin qapağını açaq. A-ə hərf birləşməsi. Bu hərf birləşməsi bizə nə deyir? A-ə hərf birləşməsi bizə deyir ki, A uzun tələffüz olunacaq, Ə isə onun yanında qalacaqdır. Bəraət, şücaət, qənaət tipli sözlərdə A-ə hərf birləşməsi yan-yanadır. Misal üçün, dediklərimin birini yazın, bəraət sözünü yazın. Bəraət sözündə A və Ə hərfini yan-yana gördünüzsə, A-nı uzun tələffüz elətdirin, Ə də dursun yanında və beləliklə də bu sualı da tapmış olacaqsınız. İkinci qayda sizin üçün çox əlçatandır, çünki təzə qaydaya əsasən müəllim sözü elə müəllim kimi də tələffüz olunacaq. Demək olar ki, bir çox xarakterik xüsusiyyətli sözlərimiz var ki, onlarda heç bir dəyişmə hadisəsi baş vermir və bu da bizim ikinci xanamızdır. Birinci xanamızda söhbət nədən gedir? İ'nin sağında və ya solunda hər hansısa bir sait söz varsa, misal üçün yazıram bura zəif sözü, bura yazıram ailə sözü, bura yazıram radio sözü və sair sözlərimiz var ki, diqqət yetirin, vacib deyil İ'nin sağındakı, solundakı hərfləri, saitləri biləsiniz ki, hansı saitlərdir. Baxdınız, İ'nin burada solundadır, burada İ'nin yenə solundadır, burada isə sağındadır. Fərq eləmir, İ'yə bitişik bir sait var. İ'yə bitişik bir sait varsa, bu zaman nə edirik? Ortalarına bir Y bitişdiricisi əlavə ediləcək. Misal üçün, zəif sözü olacaq, zəif formasında tələffüz olunacaqdır, zəif. Ailə sözü olacaq, A uzanacaq, ailə formasında olacaq, radio formasında olacaq. Yəni, İ'nin sağında və ya solunda bir sait varsa, o da Y bitişdiricisini əlavə etmək məcburiyyətindədir. Bu bizim birinci qaydamız idi. İkinci qayda, təzə qaydaya əsasən artıq müəllim sözü müəllim kimidir, teatr sözü teatr formasında olacaq. Yəni, heç bir dəyişiklik olmayan sözlərimizdir. Üçüncü, A-ə hərf birləşməsidir ki, A uzun tələffüz olur, Ə yanındadır. Dördüncüsü də xaloğlunun xaloğlu formasında olmasıdır ki,
Bununla da saatlər bölməsinin kitabını bağlayırıq. Deyəcəkdim ki, yadıma nə düşdü? Uzun tələffüz olunub mənası dəyişilən sözlərimiz yadıma düşdü ki, onlar barəsində də sizə məlumat verim. Amma ən vacib olanlar məhz bu ikisidir. Eyni cinsli saatlərlə müxtəlif cinsli saatləri bilməyinizdir. Uzun tələffüz olunanlar barəsində də məlumat vermişdim sizə. İndi də gəlin, bəzi sözlərimiz var ki, 4 dənə söz qeyd olunur testlərdə və dərs vəsaitlərində ki, həmin o 4 dənə söz uzun tələffüz olunsa başqa məna, uzun tələffüz olunmasa tamam başqa mənanı verir. Gəlin görək hansılardır? Bəzən, nərə, əyan və dava sözlərdir. Üzrlü sana zəng gəldi. Dediyimiz kimi, bəzi sözlər var ki, uzun tələffüz olunsa, mənası fərqli cür olsa, uzun tələffüz olunmasa, mənası fərqli cür olan sözlərimiz var. Bənd sözü ilə də yadımıza saxlaya bilərik. Ən asanı gəlin bənd formasında yazın və problem yaşamayın. Bənd formasında yazıram. Nə deməkdir bu bənd? Bu bəzən sözüdür. Əyan sözüdür. Nərə sözüdür və dava sözüdür. Bənd form başlıqlarıdır, içləri budur. Bəzən sözü həm uzun tələffüz oluna bilər, həm də uzun tələffüz olunmaya bilər. Həmçinin əyan, nərə və dava sözləridir ki, bunlara diqqət yetirin və heca sözünü çox vaxt şagirdlərimiz çaşdırır. Heca sözündə heç bir uzanma yoxdur, unutmayın bunu. Amma heca sözü uzun tələffüz olunmağa bir müsaitdir. Uzana bilər, ancaq nə zaman uzana bilər? Ərəb mənşəli bir söz olduğu üçün buna samitlə başlanan şəkilçi əlavə olunduqda, sondakı A səsi uzun tələffüz olunacaq. Misal üçün, hecalı yazsam, olacaq hecalı formasındadır. Heca sözü məhz bu situasiyada uzanır. Normalda heca sözündə heç bir uzanma yoxdur. Bunu əda sözü üçün də keçərli deyək. Əda sözündə heç bir uzanma yoxdur. Mən buna samitlə başlanan bir şəkilçi əlavə elədim və uzanma artıq göz önündədir. Buna diqqət yetirin. Daha sonra başqa bir söz yazılır. Məsələn, tabeli sözünə diqqət yetirirsinizsə, tabeli sözündə artıq 2 dənə uzanma var. Biri sözün kökündədir, tabe. Bir də samitlə başlayan şəkilçi gəldiyi üçün e də uzun tələffüz olunacaq və tabeli formasında olacaq və burada da 2 dənə uzanma mümkündür. Yəni, bir sözün tərkibində 2 uzanma olması mümkündür, özünüzü qorxutmayın. Misal üçün, testdə var, dəvətnamə sözü çıxıb qarşımıza. Fikir verirsinizsə, dəvət uzun tələffüz olunur, namə uzun tələffüz olunur. Yəni, bir sözün tərkibində 2 dənə uzanma mümkündür. Amma 2 dənə uzanma olması üçün şəkilçi uzanmasıdır. Amma burada tabeli sözündə isə elə deyil. Tabeli sözünün kökün özündə 2 dənə uzanma var. Dəvətnamə sözündə isə bir kökdə uzanma var, bir də şəkilçidə uzanma var. Tabeldə isə 2 dənə uzanma var və ikisi də məhz kökün içərisindədir. Bu kimi xırda məsələlərə də diqqət yetirin ki, testlərdə qarşınıza çıxsa elə də çətinlik çəkməyəsiniz. Yəni, saitlərin açar kodu saitləri tanımaqdır və harada uzun tələffüz olunur, harada uzun tələffüz olunur, bunları bilməkdir. Samitlər bölməsinə keçməmişdən əvvəl qruplarımız barəsində danışaq ki, bu il sadəcə bir qrup götürmüşük buraxılışla bağlı və bu videonu hansı ay izləməyinizdən asılı olmayaraq xəbəriniz olsun ki, dərslərimiz standart günümüz olacaq. 3-cü və 6-cı günlər saat 19:00-da dərsimiz başlayacaq. 1 saat yarım əhatə edir və 20:30-da dərsimiz bitir. Standart vaxt budur, amma bəzi hallarda ola bilər ki, dərsin müddətindən asılı olaraq 1 saat yarım deyil, lap 2 saata qədər də uzana bilər dərslərimiz. Bu, dərsin situasiyasına asılı, amma normalda 1 saat yarım ərzində bütün proqram mövzusu yekunlaşdırırıq. Bura mətnlə işləməyiniz də daxildir, dil qaydasını öyrənməyiniz də daxildir. Günlərimiz məhz bu olacaq. Dərslərimizə qoşulmaq üçün isə 050 880 71 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Nazim müəllim həm Azərbaycan dili, həm ədəbiyyat müəllimiyəm. Tarix müəllimini isə Aydın müəllim tərəfindən keçirilir və bu nömrəyə yazaraq tarix dərsləri ilə də maraqlana bilərsiniz. Həmçinin ədəbiyyat qruplarımız da mövcuddur. Ədəbiyyat qrupları üçün də bu nömrəyə yaza bilərsiniz ki, hansı vaxtlarda və hansı saatlarda keçirilir. İndi qaldığımız yerdən davam edirik. Fonetikanın ikinci məsələsi olan samitlər məsələsinə gələk və samitlər genbol bir bölməli. Yəni, siz samitləri bir dəfəyə öyrənə bilməyəcəksiniz. Praktikada önəmlidir, vacibdir. Və samitləri bilmək üçün ən önəmli məsələ zingiltili və kağıt samitləri tanımağınızdır. Necə ki, saitlərdə qalın incəni bilmək vacib idisə, samitlərdə də zingiltili və kağıt samitləri bilmək lazımdır. Gedib sayını öyrənməyin. Hansı, neçə dənə kağıt samitin sayını içəri, zingiltilinin sayını içəri. Belə şeylər maraqlı deyil. Bilin ki, hansı kağıtlı, hansı zingiltili və kağıt samitləri öyrənmək üçün bir cümləmiz var və bunu Azərbaycan versiyasında sizə öyrədəcəm. Çox müəllim bunu türk versiyasında deyir. Mən Azərbaycan dil versiyasında deyim ki, sizin üçün rahat olsun. Akif Paşa çox ahəstə
Bəziləri hasta sözünü yazır. Hasta sözü dilimizdə olmadığı üçün şagirdlər biraz yad gələ bilər. Ahəstə sözü daha uyğundur. Yavaş mənasında işlənir və Azərbaycan dilində var. Akif Paşa çox ahəstədəki bütün samitlər hamısı kağıt samitlərdir. Üstünə bonus da gəlir. Bir xeyişdirik səsi, bir də kaşdirik səsi. Niyə bunu burada yazmamışıq? Çünki onun xüsusi bir hərfi yoxdur. Ona görə də məcburiyyətdən əlavə kimi qeyd edirik. Burada gördükləriniz hamısı kağıt samitlərdir. Necə oldu? Akif Paşa çox ahəstə. Xeyişdirik və kaşdirik də üstündə hədiyyədir. Bu kağıt və cingiltili samitlərdir. İndi keçək ikinci etapa, qaydalar məsələsinə. Samitlərin mən saydığım qədərini 5 vacib qaydası var, amma istənilən sayda da qaydaları çoxdur əslində. İlk qaydanı mən sizə deyim, bilməli olduğunuz birinci qayda, hər il testdə düşə bilmə ehtimalı yüksək bir qaydadır, BCDC qaydası. Asan bir qaydadır, amma niyəsə unuda bilərik. BCDC qaydası bizə nə deyir? Sxem formasında başa salım, ümid edirəm ki, sizə aydın ola bilər. BCDC qaydası deyir ki, sözün sonu bu hərflərlə bitə bilər. Misal üçün sözləri yazın bura. Bu ilə bitirən bir söz yazaq, kitab yazın. Bu ilə bitən sözü ağac yazın. Bu ilə bitən sözü kənd yazın. C ilə bitən sözü də nəhəng yazın. Bitdi. Bu tək haldadır. Tək hal yəni şəkilçi qoşmamışam, sonu bu sözlə bitən sözlərimizdir. Bu tipli halda B, P kimi, C, C kimi, D, D kimi, C də K kimi tərəfsi olunacaq. Yəni, sonu BCDC ilə bitən sözlər tək halda çevrilir kar qarşılıqlarını. Yaxşı, bu da samitlə başlanan şəkilçi qoşsaq necə olacaq? Samit özününkü daxil. Kitab sözü dediyimiz kimi tək halda P-yə çevrilir. Samitlə başlanan şəkilçi əlavə edib yenə P-yə çevriləcək. Çünki özü necədirsə, özününki gəlir və öz xasiyyətini dəyişmir. Kitablar olacaq, ağaçlar olacaq, kəndlər olacaq, nəhənglər olacaq. Yəni, tək halda samitlə işlənən hal eyni xarakter xüsusiyyətlə malikdir. Burada şəkilçi də ola bilər, söz də ola bilər. Lakin saitlə başlanan şəkilçi gəldikdə isə heç nə olmur, donub qalırlar yerində və necə görürsənsə elə də oxunmalısan. Misal üçün, kitab evi yazıram. Kitab evindəki kitab evdə saitlə başlanıbsa, demək ki, bu söz olduğu kimi tərəfsi olması lazımdır və iş bitir. Yəni, BCDC qaydasını belə yadımızda saxlayırıq ki, tək halda və samitlə başlanan şəkilçi söz gələrsə, kar qarşılığına çevrilir. Saitlə başlanan şəkilçi gəldikdə isə olduğu kimi qalır. Bununla da işimiz bitir. Yəni, BCDC qaydası elə də çətin bir qayda deyil, gördüyünüz kimi. Keçək ikinci bir qaydaya. İkinci qaydamızın adı olsun K-Y əvəzlənməsi. K-Y əvəzlənməsini bilməyiniz üçün siz K-nin 5 dənə səhv çıxarmasını bilməyiniz lazımdır. Bunu bilməsəniz K-Y əvəzlənməsini bilməyəcəksiniz. Baxaq ki, K 5 dənə hansı səhv çıxardır? Bir özününkidir K, ikincisi K, üçüncüsü X-dir, dördüncüsü Y, beşincisi də G səsidir. Bu hərif, bir dənə hərif canında 5 dənə səs özəksini tapıbdır. Və burada K-yə əvəzlənməsini bilmək üçün biz bax bu üçüncü və dördüncü yazdığımızı bilməyimiz lazımdır. Yəni, stək sözünü yazdım. Mən bu sözü stək formasında tələffüz edirəm. Sonu xeyişdiriklə bitir. Sonu xeyişdiriklə bitən sözlərə saitlə başlanan şəkilçi gəldikdə K-yə əvəzlənməsi baş verəcəkdir. K-yə əvəzlənməsi nə zaman baş verir? K sonu xeyişdiriklə bitən sözlərə qoşulduqda, sonu xeyişdiriklə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda K-yə əvəzlənməsi baş verəcəkdir. Belə bir nümunə yazın, lap sizə aydın olsun. Kəklik otu yazın bura. Kəklik otun sözündə fikir versinizsə, burada K-dan sonra samit gəlibdir. Burada K-dan sonra sait gəlibdir. Biz də bilirik ki, bu söz kəklik Y-yə çevriləcək, otu formasında olacaq. Buradakı xeyişdirik qalır, ikinci xeyişdirik isə Y-yə çevrilir. Yəni, K-yə əvəzlənməsi olması üçün kəklik sözü xeyişdirik kimi təhsis olunur və ona saitlə başlanan şəkilçi və ya söz gələndə K-yə əvəzlənməsi olacaq. Bunu da məhz belə yadınızda saxlayın, K-yə əvəzlənməsini. Keçək üçüncüyə. Üçüncü qaydamızın adı olsun G-Q əvəzlənməsi. G-Q əvəzlənməsi də eyni qaydadır. G sonu X kimi tələffüz olunmalıdır ki, saitlə başlanan şəkilçi əlavə olunanda Q-yə çevrilsin. Misal üçün, yazıram burada balıq. Mən balıq sözünün sonunu X ilə tələffüz edirəm. Balıq.
X olduğu üçün saitlə başlanan şəkilçi əlavə eləsən G-R'yə çevriləcək. Balığın. Demək ki, K-yə və G-G əvəzlənməsi üçün bizə nə lazım oldu? Saitlə başlanan şəkilçi və ya söz lazım oldu. G tələffüz olunmalıdır X kimi, K də tələffüz olunmalıdır X kimi tələffüz olunmalıdır ki, bu ikisi hadisəsi baş versin. Dördüncü qaydamızın adı olsun eyni cinsli samitlər qaydası. Eyni cinsli samitlər qaydamız əslində tək hecalı olmaqla çox hecalı olmaq arasında fərqli bir bölmələri. Yəni birinci tək hecalılardan başlayaq. Yazın bura. Tək hecalı eyni cinsli samit. Bunların qaydası çox sadədir əslində. Misal üçün, həz sözünü yazıram. Həz sözünü yazıram. Ya da ki, xət sözünü yazıram. Siri sözünü yazıram. Bunlar fikir verirsinizsə tək hecadan ibarətdir və eyni cinsli samitlərdir. Qoşa Z, qoşa T, qoşa R var. Bunları Z-nın düşməsi üçün samitlə başlanan şəkilçi lazımdır. Saitlə qoşsaq, heç nə baş vermir. Lakin samitlə başlanan şəkilçi qoşulduqda düşmə hadisəsi baş verəcək. Xət keşdən yadınızda saxlayın. Xət keşi 2 t ilə yazmırıq da. Xət keş də onun şəkilçisidir. Sirdaş olsun. Sirdaşla eyni formada olur. Sadəcə kül və həz sözləri var ki, onlarda daha doğrusu küllə həz deyil idi. Küllə hiss sözləri var idi ki, hiss 2 s ilə yazılanda duyğudur, 1 s ilə yazılanda hiss, duman mənasındadır. Küllə eyni formaya gəlir. Kül 2 l ilə külliyyatdır, tək l ilə isə ocağın külü mənasında işlənmiş olur. Bu da bu formada olur. Eyni cinsli samitlərimizin qaydası. Bir də eyni cinsli samit var ki, sözün ortasında işlənir. Bunu da tapmaq üçün qaydamız təpiç-qoy qaydasıdır. Təpiç-qoy qaydasıdır. Təpiç-qoy qaydası nə demək? Yəni, qoşa t sözün ortasındadırsa, d-ya çevriləcəkdir. Hətta yazılır, hətta kimi tələffüz olunur. Hoppanmaq yazılır, hoppanmaq kimi tələffüz olunur. Yaxud da ki, 8 yazılır, 8 kimi tələffüz olunur. KG əvəzlənməsi biraz əvvəl demişdim, 5 dənə səs xüsusiyyəti var. Budur, eyni cinsli samitlər. Tək hecalılarda vəziyyət necədir? Çox hecalıların içərisində ortasında olanda vəziyyət necə olur? Bu barədə danışdıq. 5-incisi də müxtəlif cinsli. Müxtəlif cinsli və müxtəlif hecalı samitlərdən söhbət gedir. Burada tək hecalılardan danışdıq. Müxtəlif hecalı, müxtəlif cinsli samitlərdə vəziyyət necə olur? O barədə sizə danışdıq. Bu halda iki xüsusiyyət var. Düşmə də ola bilər, səs artımı da ola bilər. Misal üçün, söz yazıram, hökm sözü. Hökm tək hecalıdır və müxtəlif cinsli samitlərlə yekunlaşdırır. Bu halda bu sözün tələffüzü olacaq, hökm formasında olacaq. Sözə səs əlavə olunur. Yaxud da belə bir şey ola bilər. Neft daşları sözü çıxıdır qabağımıza. Neft sözündən sonra FT hərf birləşməsi, 3 dənə hərf birləşməsi var. ST, FT, ŞT qaydasıdır. FT-dən sonra samit gəlirsə, bu söz tələffüz olunacaq neft formasında. Neft daşları. Vacib deyil orada t-nı deyəsiniz. Yaxud da ki, güzəşt sözü var Azərbaycan dilində, sonu t ilə bitir. Amma güzəştsiz mənzillər deyilir, artıq orada t-nın tələffüz formasını demirik. Bu da ki, müxtəlif hecalı və müxtəlif cinsli samitlərin qaydası oldu. 5 vacib dediyim qayda məhz budur. Samitlərlə bağlı bilməli olduğumuz BCDC qaydası, KY, GR əvəzlənməsi və tək hecalı eyni cinsli samitlər, ya da ki, tək hecalı müxtəlif cinsli samitlər qaydası var ki, bunları bilir samitlərdir. Ən önəmlisi budur. Amma bu 5 qaydadan əlavə bilməli olduğumuz çox məsələlər var. Misal üçün, MB hərf birləşməmiz var ki, bu bəzi hallarda MB kimi tələffüz olunur. Bir də MB hərf birləşməmiz var ki, elə MB kimi tələffüz olunur. Bunları da bilməyimiz lazımdır. Bu ekstra bir qayda olsun sizin üçün ki, buna da diqqət yetirin. 5 dənəsini mütləq şəkildə yadınızda saxlayın. Buna da diqqət yetirin ki, testdə düşsə tapa biləsin. Çünki asan bir qaydadır. Yəni, sənin qarşına şənbə sözü yazılıbsa, sən onu şənbə kimi tələffüz olunması lazımdır deməlisən də. Peyğəmbər yazılıbsa, orada bil ki, MB kimi yazılıb və MB kimi də tələffüz olunacaq. Bu da samitlərin qaydasıdır. Deməli, saitlərdə biz öyrəndik ki, eyni cinsli saitlərin, müxtəlif cinsli saitlərin tələffüzünü, bir də samitlərin 5 vacib qaydasını. Bunları bildikdən sonra əmin olun ki, fonetika bölməsində elə də çətinlik çəkməyəcəksiniz. Uğurlar, növbəti dərs videolarında görüşənə qədər. Sağ olun.